Günortadan sonra 20% düşən bateriya göstəricisi. Tanış gəlir, powerbank axtarmaq, şarj üçün yer gəzmək, vacib zəngi qaçırma qorxusu, texnologiya sənin həyatını asanlaşdırmalıdır. Yeni stresslər yaratmamalıdır. Bax, bu narahatlığa son qoyan bir cihaz var. Honor X7D. Onun içində nə az, nə çox, düz 6500 mAh enerjiyə sahib bir canavar yatır. Bəs bu göstərici sənin üçün nə deməkdir? O deməkdir ki, telefonu bir dəfə şarj edəndən sonra onu 2 gün, hətta 2 gün yarım rahat istifadə edə biləcəksən. İstər sosial mediada saatlarla gəz, videolara bax, dostlarınla danış. Honor X7D səni yarı yolda qoymayacaq. Deyəcəksən ki, yəqin buna görə də telefon qalın və ağırdır. Əsla. Telefon düz 8,5 mm incəliyə sahibdir və əlində də çox rahat oturur. Üstəlik 108 megapiksellik kamerası ilə hər anı rahatlıqla çək və böyük və parlaq ekranından da zövq al. Enerjin isə heç vaxt bitməsin. Yeni texnoloji həllər üçün bizi izləmədə qalın. Sağ olun və salamat qalın.